Suallarımız maraqlı suallardır. Yəqin ki, tanış olursunuz. Rasionel ifadələrə aid olan suallar da aiddir. İndi bizə lazım olan rasionel ifadələrdə, məsələn, birinci sualdan başlayaq. Birinci sualda bizə nə verir, nədən istifadə etmək lazımdır? Baxın, birinci sualda x kvadratı çıxaq 81, 6x çıxaq 54. Gəlin, bu ləzim şərifdə. Birinci müxtəsər vurma düsturunu bilməliyik. Müxtəsər vurma düsturu necədir? Birinci biz bilməliyik ki, müxtəsər vurma düsturunda, məsələn, x çıxaq 9, x plus 9 yaza bilərikmi? Aşağıda nəyi çıxarda bilərdik ki? 6'yı çıxardardıq, nə qalardı? X çıxaq, neçə qalardı? 9'u. Burada da nəyimiz ixtisar gedir? Getdikdən sonra x plus 9 bölək neçədir? 6'dır. Və cavabımız olaraq x plus 9 bölək 6 şəklində olur. Burada sadəcə yadımızda saxlaq düsturumuzu a kvadratı çıxaq b kvadratı möhtəzədə a çıxaq b-dir, a üstə gələk b-dir. Həmin bu düsturdan istifadə edərək biz misalımızı yazılmış olduq. Yəni, ikinci suala baxaq. İkinci sual görək nə hansı sualdır? O sualımız da maraqlı suallardandır. İmtahanda da düşmə ehtimalı daha çoxdur. Belə misallar düşür. X-in hansı qiymətinə kəsirin mənası yoxdur? Gəlin burada. Nəzər olaraq dərsimizi təkrar olaraq yadımıza saxlayaq. 1. A bölək B. Bu kəsirin nə vaxt mənası yoxdur deyəndə yadımıza saxlayaq. Məxrəci 0 götürmək lazımdır. Kəsirin nə vaxt mənası var deyilsə, məxrəci 0-dan fərqli götürmək lazımdır. Kəsirin nə zaman 0-a bərabərdirsə, onda sürəti 0-a bərabərləşdirmək lazımdır. Bu xassələri bilməklə biz bu misala sallıq yaza bilərik. Baxın, mənası yoxdur. Mənası yoxdur deyəndə birinci qaydamızın düzdürmü? B-miz də olmalıdır 0-dır. B-də kəsirin məxrəcində olan ifadədir. Yəni, belə yazaq. 8x çıxaq 32 bərabərdir 0. 8x bərabərdir 32. X də bərabərdir 4-ə bərabərdir. Deməli, x-in yerinə 4 yazsam, kəsirin məxrəci 0-a bərabər. Yəni, yadında saxlaq ki, xassə var. Məsələn, deyirəm 0-ı 4-ə böldükdə necə düşür? 0. Bəs 4-ü 0-a böldükdə nə düşür? Bunu bölmək olmaz. Ədədi 0-a bölmək olmaz. Ona görə məxrəci 0 götürürük ki, bunun mənası yoxdur. Deməli, x neçə oldu? 4-ə bərabər. Keçək üçüncü suala. Üçüncü sual görək hansı sualdır? Bu da maraqlı suallardandır. M-in neçə tam qiymətinə kəsirin qiyməti tam ədəddir. Tam ədəd deyən bu deməkdir ki, ədəd verilən ədədə tam bölünür. Məsələn, 12 bölək 2, məsələn, 14 bölək 2, 15 bölək 3 tam bölünür. Gəlin biz burada biraz sadələşdirmə aparaq. Sadələşdirmə necə aparaq? 4 vuraq, möhtəzədə M çıxaq 3-dür. Buna da vuraqları ayırsaq, nəyə vursam 2 nədir? Toplamda 2 eləməlidir, vuranda mənfi 3 eləməlidir. Burada biraz düzəldək. Onda M çıxaq 3, M plus 1 eləməlidir. Bu şəkildədir. İndi biz burada ilk öncə və düsturda demişdik, kəsirin mənası olması üçün məxrəc 0-dan fərqli eləməlidir. Burada əvvəlcə M-imiz fərqli olmalıdır 3-dən. Bu 1. İkinci də M-imiz fərqli olmalıdır mənfi 1-dən. Bunu bilməliyik. Bunu bildik, şərti qoyduqdan sonra ixtisarımıza aparaq. İxtisarımıza apardıq. Nə qaldı orada? 4 bölək M plus 1-dir. Bizə M-in neçə tam qiymətindən kəsirin qiyməti tam ədəddir. İndi biz 4-də hansı ədədlər bölünür? Biz əvvəlcə onu seçək. 4-də hansı ədədlər bölünür? Belə yazayım, bax. M plus 1. 1 yazıram. M plus 1 bərabərdir 2 yazıram. M plus 1 bərabərdir 4 yazıram. Bir də bunların əksini də yazıram. M plus 1 bərabər mənfi 1. M plus 1 mənfi 2. M plus 1 mənfi 4'dür. Bunlar yazdım, qeyd elədik. Əla. Onda biz burada tapsaq, bunu belə keçsəm neçə alır? 0, bunu belə keçsəm neçə alır? 1, bunu belə keçsəm neçə alır? 3, bunu belə keçsəm neçə alır? Mənfi 2, belə keçsəm neçə alır? Mənfi 3, belə keçsəm neçə alır? Mənfi 5. Deməli, biz M-in qiymətlərini burada hazır tapdıq. Tapdıq, əla, əsən. Biz şərtdə qoymuşduq ki, M-imiz 3-dən fərqlidir. 3-dən fərqli. 3-dən fərqli görürsünüz, burada 1 var. Demək, bunun üstündə xət çəkirəm.
Bizdən fərqlidir. Mənfi 1-dən fərqlidir. Burada heç mənfi 1 varmı? Yoxdur. Əla. Bunu şimdi asan təşkil. Emin neçə tam qiymətində dediyinə görə 1, 2, 3, 4, 5 dənəsi olur. Cavabımız 5-dir. Şahidlərin çox vaxtı bu kəsirin mənasını itirən qiymətləri də sayır. Onda yanlış cavabı olaraq burada digər qiymətləri götürür. Daha dəqiq olması üçün yanında saxlaq bunun qiymətlərini yerinə yazaraq ifadənin tam qiymətlərini tapa bilərik. Ola bilərdi ki, tam ədəd əvəzinə natural sözü deyərdim. Natural söz deyəndə biz burada baxarıq, sadəcə neçədir? 1-i götürə bilərik. 0-dır, -2-dir, -3-dür, -5-dir. Bunlar götürə bilməzdir. Əla, keçək 4-cü suala. 4-cü sualımız nədir sualdır? Bu da qrupları ayrılmadan istifadə edərək ifadəni sadələşdirə bilərik. Kəsrə çəkək. Nəyi niyə vursan, bərdik elərdi. Toplamda 1 elər. Bunu belə yaza bilərdikmi? X çıxar 2, x plus 1. Yaza bilərəm? Yaza bilərəm. Əla. Nəyə vurduqda mənfi 6 elərdi, toplamda ancaq mənfi 1 elərdi. Bunu nə yaza bilərdim ki onda? X, biz elə bir sadə ədəd tapmalıyıq ki, vuranda, kənarda yazın bir dənə, x1 plus x2 mənfi 1 eləməlidir. x1-i x2-yə vuranda mənfi 6 eləməli. Elə bir ədəd tapmalıyıq. Onda, baxıram ki, burada əla mənfi 3-nə neçə götürə bilərdim ki? 2 götürə bilərdim. Onu belə yazıram. X üstə gələk 3, bir də x çıxaq neçə? 2 yaza bilərəm. Bölməni gəlin vurma ilə əvəzələk. Vuraq, aşağıda mənfi 1 elər. Yenə də, nəyinə vursam? Mənfi 3 elərdir. Toplamda mənfi 2 eləməlidir. Onda biz nə yaza bilərdik? X çıxaq, x üstə gələk neçə? 3, bir də x çıxaq neçə yaza bilərəm? 1 yaza bilərəm. Baxaq, ixtisarlarımızı aparaq. Baxın. İxtisarımız 7 mi? İxtisarımız 7 mi? Əla. Nə qaldı orada? X plus 1 qaldı, bir də x minus 1 qaldı. Onda biz bu müxtəsər vurmanın düsturunun ən məşhurlusu birinci kvadratların fərqinə düsturuna aiddir. O da x kvadratı çıxar, neçə elədir? 1-ə bərabərdir. Bu şəkildə. Keçək 5-ci suala. 5-ci sual tam tip sualdır. Bu sualda imtahanların hər imtahanında düşür. Düşmə ehtimalı daha çox olan sualdır. Bu olarsa ifadəsinin qiymətini tapır. Bunu tapmaq üçün yalnız saxla. Sadəcə bu ifadəni kvadrata yüksəldir. Onda birincinin kvadratı, a kvadrat, üstə gələk. Birincidən ikincinin hasilinin 2 mislidir. Yəni 2 vuraq a, vuraq 1 bölək a. Üstə gələk, ikincinin kvadrat, yəni 1 bölək a kvadrat. Bərabərdir 4-ün də kvadratı yüksəltdim 16-dır. Şahidi çox adamın kvadratı yüksəltmi unudur. Ona görə onu da kvadratı yüksəltmək lazımdır. Bax, fikir versəniz bundan ixtisar etdimi? Nə qaldı ifadənin yerinə yazın. A kvadrat üstə gələk 2, üstə gələk 1 bölək a kvadratı bərabər 16. Onda belə ifadə tapa bilərik mi? A kvadrat üstə gələk 1 bölək a kvadratı 2-də keçsəydik 14-ə bərabərdir. Demək, bizim ifadənin cavabı da neçədir? 14 olaraq götürülə bilər. 6-cı suala baxaq. 6-cı sualda gəlin mənə bir sadələşdirmələri aparaq burada. Sadələşdirmələri necə aparaq? Orta mərəz gətirə bilərəm. İfadəsinin qiymətini tapın. Orta mərəzimiz nədir? X, Y-dir. Çarpaz var. 9Y plus 9X-dir. Mən burada əvvəlcə bir nüansa fikir verirəm. Burada 3x üstəli 3y bərabər 5x-dir. Mən bunun hər bir tərəfini 3-ə vururam. Hər bir tərəfini 3-ə vururam. 3-ə vursam neçə elədir orada? 9x üstə gələk. 9y bərabərdir 15xy-dir. Mən burada fikir verirsiniz bu ifadəni burada sürətdə qiymətini öz yerinə yaza bilərəmmi? Onda nə ola bilər? 15xy bölü xy-dir. Xy-lər də gedərdir. Cavabımız neçə olaraq götürülərdi? 15 olaraq götürülə bilər. 7-ci sual. 7-ci suala baxaq. Bu olduqda üstələb açıqı ifadəsinin qiymətinin 3 mislini tapır. Çarpaz vura bilərikmi? Yəni çarpaz vuraq. A üstə gələk. 3b bərabər neçədir? 7b. Onda A-mız neçə bərabərdir ki, çıxsaydı? Neçədir? 4. A-mızı 4b olduğunu tapdıqsa hazır bir məhsulumuz var. Həmin bu məhsulu gətirib bu ifadədə yerinə yazaq. A-nın yerinə neçə yazıram? 4b.
4B plus B, aşağıda da 4B çıxar B'dir. Yuxarıda neçə elədi ki? 5B, aşağıda neçə elədi? 3B. İxtisarımızı alırıq. Nə qaldı orada? 3'də 5'dir. Və bununla da yenə kifayətlənmir, 3 misilini soruşur. 3 misildə nə deməkdir ki? Bura 3'dür, ixtisarımızı da apararam, cavabı neçə olaraq götürərəm? 5 olaraq götürə bilərəm. 8. 8 də müxtəsər vurma düsturları. Əziz şagirdlər, müxtəsər vurma düsturlarını dəqiq öyrənin ki, imtahanda qabağınıza bu tip misal düşə biləndə, həmin misalları tətbiq edəndə misalları daha asan, daha tez vaxtda tapa bilərsiniz. Və burada fikir verin, aşağıda nə edərəm? Müxtəsərdən istifadə edək. Nə yaza bilərəm? X çıxaq 8, X plus neçə? 8. Əvvəl. Bəs yuxarı nə ilə açılışıdır? Bunu da bilməyimiz burada nə deməkdir ki, x çıxar 8'in kvadratıdır. Və buradan ixtisar aparma prosesini aparar. Bu kvadratla bunun birini aparardı. Və yuxarıda nə qalardı ki, x çıxar 8 qalardı, aşağıda neçə qalardı? X plus 8'i tapmış olar. Sadəcə müxtəsər vurma düsturun köməyi vasitəsində. Təyin olunmayı. Bu da belki sualda bir verdiğim, fikir verirsiniz. Təyin olunmaysa, yəni mənası yoxdur. Mənası yoxdursa, məxrəci sıfıra bərabərləşdiririk. Onda nə yazırıq ki? 5x çıxar 20 bərabər neçə? Sıfıra. Onda belə çıxır ki, 5x'imiz neçə bərabərdir? 20'yə. X də neçə bərabərdir? 4'ə. Vüqur cavab D bərabərdir. Mənası, deyərdir ki, nə var? Bu sıfıra bərabərdir. Onda biz həmin dəqiqə neçəni sürətli sıfır olaraq götürə bilərik. Növbəti sualımız 10-cu sualdır. Bu misallar çox vaxt imtahanlarda belə misallardan istifadə olunur. Bu olarsa, gəlin əvvəlcə biz bu tənliyi həll etməyə çalışaq. Nə yaza bilərdik? 4B bərabərdir. Neçədir? 2'dir. Əziz şagirdlər, bir dənə bu şəkildə olan tənliyi şagirdlər çox vaxt yanlış yazır. X'i tapmaq üçün B'yi aya bölmək lazımdır. Bəzi şagirdlər bunu tapanda 4'ü 2'ye bölüb 2 tapır. Xeyr, 4'ü 2'ye, 2'yi də 4'ə bölmək lazımdır. Bizə diqqətli olmaq lazımdır. Burada neçə tapdım? 2'də 1. B ədədin tərsi. B'nin tərsi nə deməkdir ki? Yəni B'nin tərsi 1 bölək B demək. Bunun tərsi nə deməkdir ki? 2. Və əksinin cəmi. B'nin əksi bəs nədir ki? Mənfi 1'dir. Yəni 2'də 1'in əksi nə deməkdir ki? Mənfi 2'də 1'dir. Bunların da cəmini soruşur. Bir müsbət, bir mənfi demək bu çıxmaq lazımdır. Onda belə deyək, 2 çıxar, 0,5 yazaram, 2'dən 0,5'i çıxsa, neçə bərabər olardı? 1,5'ə bərabər olur. Növbəti sual, 11-ci sual. Bu olarsa deyir, ifadəsinin qiymətini tapır. Şagirdlər çox vaxtda burada görüm ədəd verən kimi gətirib yerinə yazar da hesablayır. Bu vaxt apara bilər. Ona görə burada daha tez bir metod var ki, burada yuxarıda bir iş aparacağım. Həmin o prosesdən sonra x'in qiyməti yerinə yazaraq x tamamilə vaxtında tez həllindən tapmış olar. Gəlin əvvəlcə burada bir nəyə fikir verək. Əziz şagirdlər, burada indi ortaqlığı mötəzi qaydası. Bu ikisini nə çıxa bilərəm? X kvadratını çıxartıb. Nə qaldı? X çıxart 1 qaldı mı? Üstə gələk. Bu da x plus 1'imiz qalsın. Bəs aşağıda saxla bilərəmmi? X kvadrat üstə gəlir. Əziz şagirdlər, çox vaxt şagirdlər bunda x çıxart 1, x üstələ 1. Bu çıxmada mümkündür. Amma bu toplamada olur. Yəni yuxarıda ortaq məxrəci yerə çıxardaq, x çıxart 1'i çıxarda bilərəm. Nə qaldı orada? X kvadrat plus 1 elədi, aşağıda qaldı. X kvadrat plus neçə? 1. Fikir verəm. X çıxar getdi mi? Nə qaldı? X çıxar neçədir? 1. X'imiz neçə verilmişdir ki? 18. 18'dən neçəni çıxmış oları 1'i çıxaram. Cavabımız neçələrdir? 17'lərdir. Sadəcə belə misallar verirəm yadınızda saxlayın. Yerini yazma. Əvvəlcə müəyyən sadələşdirmə aparın, sonra ifadəni yerinə yazmaqla cavabını tapmış olarsınız. Növbəti sual 12-ci sual. Burada da bir müəyyən fikir verək. Burada yenə yuxarıdan nəyi çıxara bilərik ortaq məxrəc? 3'ü çıxara bilərik. 3'ü çıxarsam nə elədik? X plus neçə elədik ki? 10. Və nəyi nəyə vursaydı? Mənfi 9 elərdi. Toplamıyor. Nə ilə nəyə toplanda mənfi 9 eləməlidir.
Vuranda mənfi 10 eləməlidir. Bu da hansı ədədimiz var? Baxaq burada. X üstə gələk 10-dan x çıxaq 1 eləməlidir. Burada biraz da tam dəqiqləşdirək. Nəyi nəyə vurduqda mənfi 10 eləməlidir, topladıqda mənfi 9 eləməlidir. Burada da ixtisarımızı apara bilərik. İxtisarımızı apardıq. 3 bölək 2 çıxaq 1-ə bərabər oldu. Kəsrəni ixtisar edin. Sadəcə ola bilər ki, burada müəyyən nəsə cavabda uyğunsuzluq var. Yəni sadəcə bilirik ki, burada kəsri ixtisar etdikdə buna bərabər olur. Variantlarla məsələn hər hansı B bəndini götürə bilərsiniz. Doğru cavabımız 3 bölək 2 çıxaq 1-dir. Əziyyətlər, buna da fikir verdik. Bir də deyirəm, burada sürətdə nəyi çıxartmaq lazım? 3-ü çıxartdıq, x plus neçə ilə olur? Aşağı da nəyə vursan mənfi 10 eləlidir, topladıqda mənfi 9 eləməlidir. O da x plus 10, x minus 1'dir. X plus 10 ilə x plus 10'a ixtisar apardıq. 3 bölək x minus 1'dir. Burada cavabların hər hansı uyğunsuzluq var, eybi yoxdur. Doğru cavabı bilmiş olarsınız. 13. Verilmiş kəsri sadələşdirin. Sadələşdirin, yəni burada ixtisar aparmaq lazımdır. Yəni ədədlərə ixtisar aparaq öncə. Onunla buna ixtisar aparsaq, burada 1 qalardı, burada neçə 3? Bu ana, bu kuba parametrdir. Nə qalardır? A kvadratdır. B ilə də B gedərdi. Bu C ilə də C kvadrat gedərdi, C qalardı. Yuxarıda qaldı neçə? 1'dir. Aşağıda neçə qaldı? 3 A kvadratı. Nədir? C-yə bərabər. Yəni 1 bölək 3 A kvadratı C-yə bərabərdir. Doğru cavabımız buna bərabərdir. Variantlarda olmağına baxmayaraq düzgün cavabı tapmış oldunuz. 14-cü suala baxıram. Yenə bu prosesi qabaqçı dilində necə aparmışıqsa eyni qayda aparaq. Birincinin kvadratı A kvadratı çıxaq. Buna bunun hasilinin kimisini? Və mən necə tapmışdım? 2. Üstə gələk 1 bölək A kvadratı bərabər 3'ün kvadratı neçə elədir? 9. Onda biz belə yaza bilərik. A kvadrat üstə gələn 1 bölək A kvadratı bərabər neçə 11'dir. Gəlin burada həmin bu hissəsində müəyyən bir sadələşdirmələr yaparaq. Cavabı burada yazıram. A kvadrat üstə gələn birincidən ikinci klasının kimisidir? Yəni yeni neçə elədir? 2. Üstə gələn 1 bölək A kvadratı, o birisilərdə qalsın. A kvadrat 1 bölək A kvadratı. Bəzi şərtdə A kvadrat üstə 1 bölək A kvadratı neçə tapmışıq bu ikisini? 11. Bəs bunu necə tapmışdıq yenə? 11, bir də neçəmiz qalmışdı ki? 2'yə bərabərdir. Buradan da fikir versəniz, 11, 11, 22, 2 də oradan var idi. Neçə düşdü? 24'ə bərabərdir. Doğru cavabımız 24 olmalıdır. Burada olmadığına baxmayaraq cavabımız 24'ə bərabərdir. 15-ci suala baxaq. 15-ci sualda maraqlı suallardandır. Çarpaz vura bilərik mi burada? A, x üstə gələn nə? A. Buna çarpaz vuraq. 3, B, x üstə gələn neçə? B. Bu bərabər, bax, bunun sürətindən. Sürətdə nə yazmışam ki? 6x üstə gələn neçədir? 4. Yəni, x-lərin əmsalları bir-birinə bərabərləşdirirsə, x-i tapsam, nə edəcək? A üstə gələn neçədir? 3B-dir. A üstə gələn neçədir? B-dir. Bərabərdir. 6x plus neçədir? 4. X-in əmsalları bir-birinə bərabərləşdiririk. A üstə gələn neçə? 3B bərabər neçədir? 6'ya. Bəs A üstə gələk. B'miz neçə bərabərdir? Neçə verir orada? 4'ə bərabər. Biz tərəfə çıxa bilərik. Tərəfə çıxsa A gedirmi? Neçə qaldı? 2A'mız 2'dirsə, A'mız neçədir? 1'dir. A'mız 1'dirsə, onda B'miz də neçə bərabərdir? 3'ə bərabər. A'mızı tapdım 1, B'mizi tapdım 3'dür. Gətirib yerinə yazaq. Onda 1 üstə gələk 3 ədədi orta dediyinə görə də toplanılır və sayına bölünür. 4 cavabımız oldu. Neçədir? 2'yə bərabərdir. Doğru cavabımız neçədir? 2'dir. 16-cı suala baxırıq. 16-cı sualda ayrı-ayrı kəsrə yaza bilərikmi? X-in kvadratı üstə gələk 64 bölək x kvadratıdır. Bir də burada koşi bərabəsi deyilən bir anlayış var, ondan istifadə edəcəm. Böyük bərabər 2 kök altda x kvadrat vuraq 64 bölək x kvadratı. Bu da 2 vuraq. X kvadratda getdi mi? 64'də neçə çıxacaqdır ki? 8. Bu da bərabər neçədir? 16'dır. Demək ki, ən kiçik qiyməti 16'dan böyük yerlərinə görə ən kiçiyi neçəyə bərabər ola bilərdi? 16 olaraq götürə bilərik. Növbəti sualımız 17-ci sualdır.
17-ci sualdır. Maraqlı bu suallardan biridir yenə burada. Çarpaz vura bilərikmi? X plus 5y bərabər neçə y-dir? 8y-dir. Onda x-imiz neçə bərabərdir? 3y bərabər. X-imiz 3y-dirsə gətirək yerinə yazaq. Bu x-in yerinə 3y yazsa neçə yazaq ki? 12y bölək y-dir. Y-lərimiz də gedərdi. Cavabımız olaraq neçədir? 12 olaraq götürə bilərik. Buna da